Nə işdir, nə məsələdir? Tifang atıblar, tifang. Kimə atıblar? Bana. Bəs mən çağırtırmışdım onu səhər bura. Deyir, o ziyafət qoyun oğrusu ilə məşğuldur. Mənə qoyunlarımı oğruyub. Allah yok. Necə? Tifangi oradan attı ha. Hə? Hani sakladı tifang. 2 defa tifang attı, 2 defa. Kimə atıb? Bana. Dəyir Şahit sənə. de var. Şahit de var, şahit. Mənə bax, dəyir sənə. Yaralısan, harava dəyirsən? Yo daymadı bana. Allah sakladı. Şahidin kimdir sən? Şahit var, mazahir var. Komşular var. Məzahir kimdir? Haralıdır? Sizin kəndsidir? Şahit mazahir bu tarafta var. Komşuda bu tarafta. O da şahitdi. O da dedi, eyleme, çalış dedi ki, maka. Yaxşı, bəs nəyə görə vurdu səni? Ben ne biliyorum, deyir gözüme pis gözü, seni kavşanda deyir vuraram. Mən səhər çağırtırmışdım onu bura, eşidirsən məni? Deyir seni kavşanda vuraram, vurma istəyirəm. 2 tane tifang dolarda. Mən səhər çağırtırmışdım onu, o biri kim idi ondan? O biri İlgar idi. O kimdir? Badir'in oğlu. Hə, o nəyə görə vurur səni? Qazi vururdu, qazi. Mən səhər çağırtırmışdım onu bura. Qara qazi vururdu. Deyir, o qazi. And istəyir, bizim ondan heç bir işimiz, heç bir əlaqəmiz yoxdur. O sadəcə bizim deyir qoyunlarımızı vurub. And olsun Allah'a yok, komşular da şahit diye, bizim atamız namaz kılan diye. Biz Allah adamı ya, bize var ha, bizim biraz orada torpaq var ha. Eşidirəm.